Keçmiş görüşümüzdə mövzumuz deməli Allahın bir rəhmət dairəsi var, bir də lənət dairəsi var. İnsan ya rəhmət dairəsinə düşür, ya lənət dairəsinə düşür. Məsələn, Allahın yaratdığı bir qism varlıqlar var ki, elə rəhmət dairəsində olur, peyğəmbərlər, imamlar, Allahın salih bəndələri kimi onlar rəhmət dairəsində olarlar və bir də lənət dairəsində olanlar ki, ömürlərini yalnız Allaha üsyanla keçirirlər. Onlar lənət dairəsində olurlar. Burada bir vacib məqama işarə edeyim ki, çox vaxtı möminlər bu mövzuda əziyyət çəkirlər. Adətən şeytan vəsvəsəsi ilə namaz qılan, oruç tutan yaxşı adam şeytan vəsvəsəsi ilə özünə belə bir vəsvəsə eləyir, özünə belə bir təsir eləyir. O nə təsiridir? Namaz qılırsan, qılıram. Oruç tutursan, tuturam. Sədəqə zəkat verirsən, xumus verirsən, verirəm. Fəqir füqaraya yardım eləyirsən, eləyirəm. Və buna bənzər, haramdan çəkinirsən, çəkinirəm. Oruç tutursan, tutursan. İşlərin nə yerdədir? Bərbad. Amma filan kəs nə oruç tutur, nə namaz qılır, nə zəkat verir, nə xumus verir, nə halal harama riayət eləyir. Səhər açılır, elə haram dənizinə baş vurur, axşam da haram dənizindən çıxır, gedir yatır və işləri də hər şey qaydasındadır, heç bir şeydən əziyyət çəkmir. İndi bu, kim rəhmət dairəsindədir, oruç tutub namaz qılan, ya oruc və namazı heç məhəl qoymayan. Belə baxanda şeytan vəsvəsəsi ilə bu birisi. Amma Qurana qalanda isə, Quran elə demir. Quran deyir ki, biz bu növ insanlara başların qatırıq ki, ayılmasınlar. Onlar istidracdadırlar, istidrac. İstidrac nədir? Yəni, bu dünya malı ilə başları qarışır, nə axirət yada düşür, nə cənnət yada düşür, nə cəhənnəm yada düşür, nə Allahın halal haramı yada düşür. Bu şeylərin yada düşməməsi və haramın içində batmaq özü nədir? Həmən o lənət dairəsinin ən pis nöqtəsidir. Bilmirəm, fikri təhvil ala bildiniz ya yox. Elə təsəvvür eləməsən, lənət dairəsindəsən, naqislik dairəsindəsən, belə deyək də, çətinlik dairəsindəsən. Yox. Əgər sən halal, haram, axirət, cənnət, cəhənnəm yadından çıxmayıbsa, bil ki, sən möhürlənməmsən. Qəlbin nədir? Möhürlənməyib. Amma bir sıra insanlar var ki, öz əməlləri sayəsində möhürlənir və dünya malı ilə təkasür onları Allah zikrindən neynir? İlha eləyir, məşğul eləyir. Əlhakumut təkasür. Təkasür var dövlətin çoxluğu, sonra qohum-əqrəbənin çoxluğu, vəzifənin yüksəkliyi. Buna deyirlər, Quran dilində təkasür. Allah buyurur ki, təkasür insanı Allah zikrindən neynir? Uzaq tutur, məşğul eləyir və get-gedə unutturur. Əgər sən təkasür dairəsində deyirsənsə, şükür elə Allaha. Bəli, bir qism insanlar var ki, təkasürü var, amma o təkasürü idarə eləyə bilir. Təkasür onu idarə eləmir. Məsələn, Peyğəmbərimizin əlinə yetişən var dövlət kimə yetişib? Süleyman Peyğəmbərin əlinə yetişən var dövlət kimə yetişib? Yusuf Peyğəmbərin əlinə yetişən var dövlət qırqızıl kimə yetişib? Heç kimə. Heç kimə. İndi o təkasürdür. Təkasür Süleyman Peyğəmbəri idarə eləyirdi ya yox? Xeyr. Süleyman Peyğəmbər təkasürü idarə eləyirdi. Amma təkasür Bilqeysi neynirdi? İdarə eləyirdi o şəhzadə xanımı.
Peyğəmbərə qızıl, bərli bəzəkli bir hədiyyə göndərir ki, rüşvət də ki, bizdən uzaqdır. Peyğəmbər hədiyyəsini də qaytarır və qulaq vurması da göndərir. Və xanım bir müddət sonra bir damcı qan tökmədən ağıllı padşah olur da. Məsələn, Peyğəmbərlə üz-üzə gələ bilərdi, amma Peyğəmbərlə üz-üzə gələn heç vaxt qalib ola bilməz, məğlub olacaq. Gəlir, Peyğəmbərlə görüşür, müəyyən hadisələr olur, ayılır. Təkasürdə olduğun başa düşür. Tövbə eləyir və Peyğəmbərin şəriəti ilə təkasürün başlayır neynəməyə, idarə eləməyə. Deməli, belə düşünmək səhvdir ki, filan kəs nə namaz qılır, nə oruçdur, hər şey yağ bal kimidir, amma möminsə problemdədir, müşküldədir, bu problemdən çıxır, düşür o birisinə. Diqqət edin, o imtihana bir cür çəkilir, sənsə imtihana başqa cür çəkilirsən. Deməli, xeyir və şər ki mübtəla olursan, bilginən bu Allahın imtihanıdır. Səbr elə, şükr elə və səy göstər. Səbr elə, şükr elə, o deməkdir, ged otur evdə və heç bir səy göstərmə. Yox, 3 şey eləməlisən. Səbr eləyəcəksən, şükr və səy göstərəcəksən. Burada alınmır, ged başqa yerə. Bu yerdə, bu rayonda alınmır, ged başqa rayona. Bu ölkədə alınmır, ged başqa ölkəyə. Hicrət elə. Aydın? Yox, alınmadı, mənki bitdi və salam. Şükür, Allah şükür eləyənləri, səbr eləyənləri sevir. Elə deyil, xeyr, Allah belələrini sevmir. Şükür eləyəsən, səbr eləyəsən və səy göstərəcəksən. Allah belə bəndəsini nədir? Sevir. Deməli, bəndələr ya rəhmət dairəsindədir, ya da lənət dairəsindədir. O görüntü bizi nədir? Aldatmasın. Onun zahiri xoş olsa da, batini cəhənnəm odudur. Həmən o yağbalın içində üzənin. Amma mömin o deməkdir, elə başı qapazdı, kasıb, fəqir, şalvarı, köynəyi cırıq və köhnə, xeyr. Elə ən yaxşısı mömin giyinməlidir, ən yaxşı maşını mömin sürməlidir. İndi qismət olmur, o başqa məsələ. İndi bir ilahi imtihandır, biz bilmirik və yaxud insanın öz səhvidir, bilmirik və s. ilə axar. Deməli, qeyd elədik keçmiş görüşümüzdə ki, 3 səbəb var ki, bir ayənin içində insanı lənət dairəsinə neynir? Salır. Birinci, əhd peymanı Allahla bəndə arasında olan əhd peymanı, ya misaq aləmində olanlar, ya Peyğəmbər imam gətirib bizə çatdırıb yadımıza saldığı əhd peymanlar, onları pozanda insan nədir? Rəhmətdən çıxır, düşür lənət dairəsinə. Digər, Allah buyurdu, yerdə fəsad törədənlər. Yerdə fəsad törədən misal vurduq. Məsələn, misallar çoxdur. Misallardan qlobalı və ömdəsi narkotik məsələsi idi ki, narkotik gətirən də, satan da, düzəldən də hamısı Quran ayəsi ilə Allahın lənətinə gəlmişlərdir. Bu işlərdən çəkinsinlər. Və üçüncüsü də qeyd elədik ki, silət-i rəhimi pozmaq, yaxın qan qohumluğunu şəxs kəsərsə, pozarsa, qırarsa, o adam da nədir? Lənət dairəsinə daxil